Ağdaşda Fövqəladə Hallar Nazirliyi kompleks mülki müdafiə təlimi keçirib. Azərbaycan Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri planına əsasən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi ilə Ağdaş rayonunda iri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik leytenant Ramin Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, icra hakimiyyətinin mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, həmçinin Aran Regional Mərkəzinin əhatə etdiyi icra hakimiyyətinin nümayəndələri, ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər. Kompleks mülki müdafiə təlimi şərti olaraq Ağdaş rayonunun ərazisində yaradılmış şərait üzrə 3 mərhələdə təşkil olunub. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Təlimin həyata keçirilməsində əsas məqsəd rayonda mülki müdafiə qüvvələrinin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fövqəladə hallara hazırlığı, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı ərazidə fəaliyyət göstərən bütün idarə müəssisə və təşkilatların, qüvvə və vasitələrin fövqəladə hallara hazırlığı, o cümlədən qurumlar arası fəaliyyət, əlaqələndirmələrin təmin olunmasından ibarətdir. Məlumat üçün bildirmək istəyirəm ki, bugünkü təlim prosesində rayonun mülki müdafiə qüvvələrinin 208 nəfər şəxsi heyəti, 64 ədəd texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 80 nəfər şəxsi heyəti və 7 ədəd texnikası təlimdə iştirak edib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komitəsinin və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin xəbərdarlıq toplanış siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza xilas etmə və digər təxirə salınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri üzrə işlər yerinə yetirilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon yanğından mühafizə dəstəsinin, şəhərin aidiyyatı qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyəti və 64 ədəd texnikası cəlb edilib. O cümlədən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzindən 80 nəfər şəxsi heyət, 6 ədəd texnika iştirak edib.